İşarə gəldi, maç başlandı. Misli Premyer Liqasında 12-ci turun sonuncu qarşılaşması. Yanvar ayında hər ikisini milli komandalarıyla bu böyük yarış gözləyəcək. Neftçi hücumda Abubakar yerdə qalıb, Cavid Cəlilov ayağa qalx söyləyir. Amma VAR-da da bu epizoda baxılacaq. Buna heç Abubakar topu qəbul edir, irəliləyir və burada yerə yıxılır. Ronaldo ilə mübarizədə yerdə qalıb. Bu penalti deyil, bəs nədir? Bu penalti deyil, bəs nədir? Fikrincə burada penalti var. Bir daha baxırıq. Abubakarın özünün Ronaldo'nun ayağına ilişməsi kimi bir variantı nəzərdən keçirirlərsə, amma digər tərəfdən də əslində səmimi etiraf edim ki, mən şəxsən anlaya bilmirəm ki, bu epizodu nədən bu qədər təkrar izləyirlər və qərar verməkdə çətinlik çəkirlər hakimlər. Top Abubakar'da. Abubakar topu qarşısına buraxır. Sağ ayağı ilə artıq növbəti hərəkətində zərbə vurmaq istəyir. Bu aydın şəkildə görünür, fikir verin. Və burada Ronaldo'nun ayağı Abubakara irəliləməsinə mane olur. Amma əsas söz sahibi Cavid Cəlilovdur. Oyunun baş hakimi əsas söz sahibidir. Baxdı, Cavid Cəlilov qayıdır. İzlədim, baxdım, penalti. Penalti verilir. İşarə gəldi, Abubakar qapıya baxır. Zərbə, gol, gol, gol. Çox soyuqqanlı bir şəkildə usta bir zərbə. Vincent Abubakar. İlk qolu Qəbələ ilə səfər oyununa təsadüf etmişdi. Daha sonra Kubokda penaltidən ən çox fərqlənən futbolçular Tural Bayramov Qarabağdan və Ruan Renato Zirədəndir. İmişli indi küncdən zərbəni yerinə yetirir, ötürmə gəlir. Təhlükəli anlar Necinin qapısı qarşısında. Qapıya zərbə, hesab bərabərləşir 1-1. Dərhal İmişlinin cavabı gəlir. İmişlinin cavabı gəlir və bu bir içilmə üsluğu. Baxırıq, ötürmə gəldi. Müdafiəçilər topu uzaqlaşdırmağa çalışırlar və burada qayıdan topu hamıdan tez özünü yetirən, əla bir sağ ayağıyla, zərbə ilə topu tora qovuşduran Ezekiel Morgan. Neftçi 1, İmişli 1. Hücum ötürmə və qapıya zərbə indirilir. Sinenka, Abubakar ikinci qolu vurmağa çox yaxın idi. Heç vaxt bundan sonra heç bir halda müharibənin nə olduğunu bilməyək. Abubakar geri oynayır. Mustafa Sek, Vargas, İmad Fərəc, ötürmə, qapıya zərbə və qeyri dəqiq olur bu zərbə. Lərində Neftçi. Vargas'ın bu ötürməsini dəyərləndirin. İmad Fərəc, qaydan top, Emin Mahmudov sol ayağıyla qeyri dəqiq olur. Və bir daha gəlin heyətlərlə tanış olaq. İmişlinin bu hücumunu izlədikdən sonra Karaklayic ötürməsini edir. Təhlükəli ola bilər. Almeyda fırlandı. Qapıya zərbə, təhlükəli zərbə idi. İmişli ikinci qola başlamağa çox yaxın idi. Barmaqlarının ucuyla bu topa toxuna bildi. Bəli. Küncdən zərbə yerinə yetiriləcək. Bərabərlik oldu da kornerdan sonra vurmuşdu İmişli. Bunu da qeyd edək. Ya da vura bilər. İmad Fərəc qapıya zərbə. Sinenka. Allahlı burada topu itirir Vargas'la mübarizədə. Vargas cərmə meydancasındadır. Vargas ötürməsini edir. Qapıya zərbə. Maitsio yox. Sinenka. Ötürməsini etdi. Və yekunda yalnız küncdən zərbə. Sinenka topu qaytardı mı yoxsa? Gəlin bir daha baxaq. Ronaldo'nun ayağı idi yoxsa Sinenka? Sinenka'nın ayağı idi bu. Emin Mahmudov qapıya baxır. Emin Mahmudov zərbəsi və Sinenka daha bir seyf İmişlinin qapçısından. Daha bir cəhət.
Yine de Emin Mahmudov ve top kapıdadır. Top kapıdadır, bu ev tapşırığıydı. Şimdi Bildizli'ye göre bu edildi. Neftçi 2, İmişli 1, Emin Mahmudov. Terzdə bu korneri yerine yetirdiler. Birinci dəfədən alınmadı, ikinci dəfədənsə fikir verin Emin Mahmudov dabanıyla ne cür ağıllı, ayağının içiyle hətta deyərdim. Ağıllı bir zərbə və top qapıdan keçir. Usta bir zərbə. Minnətdarlığımızı bildiririk. Oyuna daxil olan Abbas Ağazadə isə qapıya zərbə, hesab bərabərləşir. 2-2. Bu nə oyundu belə? Yenə də Neftçi fərqləndikdən sonra, hesabda önə çıxdıqdan sonra fərqlənir. Bir daha baxırıq. Birbaşa outdan bu ötürmə gəldi. Müdafiəçilər burada nə edirlər? Belə müdafiə olunmaq olmaz, canablar. Outdan gələn top. Rolonun zərbəsi. Və hesab yenidən bərabərləşir. Anıyla topu İmad Fərəcə bıraxdı. Fərəc ötürmə cərmə meydancasına. Qaydan top Meytinon'da. Meytio solda yaxşı görür Emin Mahmudov. Luis Ortiz. Ortiz zərbə. Təkrar zərbə olacaq mı? Xeyr. Mahmudov. Cərmə meydancasına top gəlir. Morgan əks hücumu başlayır. Amma burada Ribeiro qabaqladı Əliyevi. Sağ çına İmad Fərəc. Fərəc. Mərkəzə doğru gelir İmad Fərəc. İmad Fərəc. Fərəc. Və diqqətlər hakimə. Yerdə qalıb Luis Ortiz. Amma Cavid Cəlilov. Epizoda baxaq. İmad Fərəc. Luis Ortiz. Yox, burada heç nə yox idi. Düz onların arasına topu ötürdü. Buna ötürmə də demək çətin idi. Banguera, əla ötürmə. Luis Silvester. Ötürmə, qapıya zərbə. Gol! İmişli 3-cü golunu vurur. İmişli 3-cü golunu vurur. 2 dəfə hesabda geri düşən İmişlilər, çempionatın debütantı, indi hesabda ilk dəfə önə çıxmağa nail olurlar. Banguera, əla oyun keçirdi bugün Edwin Banguera. O iradeye göre, bu oyuna göre yalnız bir söze layıqdır. Bravo! Düzlüğünde oyundan kar vəziyyətinin olub olmamasına baxılacaq. Ama ilk baxışdan gol qaydalar çərçivəsində vurulduğu kimi görünür. Luis Silvester'in ötürməsi. Her şey ise Murat Xaçayev'in o qeyri-dəqiq ötürməsindən sonra başlandı. Bu hücum, bu gol həmin o səhvdən sonra başlayır. Bəli, futbol kiçik səhvlərin vardan gələn görüntü İmişlinin Abbas Ağazadə istiqamətində uzun bir ötürmə. Top keçmədi və bu da son. İmişli mövsümdə 4-cü qələbəsini qazanır və bu qələbəni Neftçi ilə səfər oyununda əldə edir. Təbrik edirik İmişlini.